Herkese salam, sizler də mən Aygün və ilk videomla sizin qarşınızdayım. Açığı bu ilk videom sayılmır, çünki mən 2017-dən video çəkirəm. Sadəcə o videoları mən arxivə atmışam, orada uşaq idim. 5-8 il əvvəl, yəni təsəvvür edin, 5-8 il əvvəl çəkdiyim videolar, vloglar idi və artıq illər sonra düşündüm ki, yenidən video çəkim. Bugünkü videom saç, üz, bədən baxımı haqqında olacaq. Ümumiyyətlə hansı məhsulları istifadə edirəm və hansıları məsləhət görürəm. Mən düşünürəm ki, belə videolar çəkdikcə elə bir-birimizi tanımaya başlayarıq artıq. Və ilk üz baxımından başlayacağam. Ümumiyyətlə mənim planımda gələn səfərki video make-up'ı necə tətbiq edirəm üzümə, hansı məhsulları istifadə edirəm o haqqda olsun. Ona görə bugün 4-5 dənə məhsul göstərəcəm, hansıları ki məsləhət görürəm və çox uzatmağı sevmirəm. Gəlin başlayaq. Deməli, üz üçün nələr istifadə edirəm? Kiehl's'ın bu təmizləyici geli çox mükəmməldir. Geli nə üçün bəyənirəm? Üzdə belə dartılma effekti yaratmır. Yəni çox vaxtı belə bir şeylərlə rastlaşmış ola bilərsiniz. Bu üz təmizləyicisini etdikdən sonra isə üz kremi istifadə edirəm. Üz kremi də elə Kiehl's'dandır. Bu artıq bilmirəm neçəncisidir və çox bəyənirəm. Amma bu dəfə mən çaşıb SPF-siz almışam və məsləhət görmürəm SPF-siz. Sonra isə gözaltı kremidir. Bunu hər yerdə görmüş ola bilərsiniz və çox məsləhət görürlər bunu və həqiqətən də dəyərmiş. Mən bundan öncə gözaltı kremi açıq istifadə etmirdim. Bunu istifadə etdikdən sonra başa düşdüm ki, həqiqətən də necə önəmlidir. Növbəti məhsul tonerdir. Bu L'Occitane tonerini mən çox bəyənirəm və bu L'Occitane məhsulu bestseller sayılır. Mağazada yəni bunu mənə məsləhət görmüşlər və mən də əlbəttə ki aldım. L'Occitane haqqında ümumiyyətlə məncə info bildirməyə gərək yoxdur. Bir də ki, mənə balaca belə krem vermişlər, üz kremi L'Occitane'dan. Mən bunu hələ də bitirməmişim, çünki başqa kremlarım var üz üçün. Və onu deyə bilərəm ki, biraz istifadə etmişəm və çox xoşuma gəldi. Bunun böyük sayısını alaram. Çox belə yüngül bir teksturası var. Üzü də çox yaxşı nəmləndirir. Bu dəfə də belə balaca proving verdilər. Elə verdikcə hələ ki ala bilməmişim böyüyünü. Üz baxımı bu qədər. Ümumiyyətlə üzə çox şey istifadə edirəm. Onu da gələn səfərki videoda düşünürəm danışacağam. İndi isə gəlin saç baxımına keçək. Saç baxımı ilə bağlı çox da əslində info bildirməyəcəm, amma yenə də nələr bəyənirəm, onları istərdim sizlərə görsədim. İlk başda onu deyə bilərəm ki, çox vaxtı şampun sulfatsız olanları istifadə edirəm. Fərqi yoxdur hansı marka. Əsas amma şampundan sonraki olan məhsullardır mənim üçün. Onlara daha çox önəm verirəm, belə deyək. Ziyaya. Bu da ziyaya deyirlər çoxları, amma bilmirəm necə tam düzgün deyilir. Mən bu məhsulu çox bəyənirəm, vegan məhsul olduğu üçün və sırf keratin kondisioneridir deyə. O da böyük bir üstünlükdür mənim üçün və bunun qoxusu o qədər gözəldir. Qoxusunu bəyəndiyim üçün də shower gel aldım. Şampunu da var idi, artıq bitirdim və yeni bir şampun sifariş etmişəm Morphos'un şampunlarından. Onların çünki saç spreyini istifadə edirəm, bəyənirəm. Maskalarını da istifadə etmişdim, bəyənmişdim. Qoxusu o qədər gözəl gəlirdi ki, düşünürdüm ki, mənə azdır. Onların saç parfümünü sifariş elədim, amma pis fikir idi. Süd qoxusu var. Təsəvvür edin, saçınıza da süd qoxusu edirsiniz. Çox şey oldu. Bu maskanı mən həftədə bir dəfə ya 2 dəfə saçlarıma tətbiq edirəm. 10-15 dəqiqə saxlayıram və sonra artıq yuyub və kondisionerdə bir də vururam. Siz mən bunu istifadə edirəm və bəyənirəm, amma ikinci dəfə almaram, onu deyə bilərəm. Çünki mən saç məhsullarını ümumiyyətlə yoxlamağı sevirəm. Sırf belə bir dənə bir şey istifadə etdiyim yoxdur. Növbəti termozashitalar. Bu artıq demək olar ki bitib. Bunu mən xaricdən almışdım. Bu da heç yerdə belə bir şey görməmişəm. Olsa mütləq alacağam. Mənim saçım keratinli olanda bunu almışdım. Amma elə belə də olar. Yəni sadi saçlar üçün də olar. Növbəti isə Morphos'un bu termozashitası. Bunu artıq məncə hər yerdə görmüş olarsınız. Bu da bura kimi çatıbdır. Mən çox tez-tez termozashita istifadə edirəm. İndi isə saçımı bu arada elə tez quruladım ki, belə qalıb. Termozashita haqqında danışmışkən, bir də L'Occitane belə termozashitası var məndə. Çox xoşuma gəlir bunun qoxusu. Hər saç tipi üçün də uyğundur bu. Ümumiyyətlə, L'Occitane Fransanın məşhur bir brendidir. Dəriyə qulluq, təbii kosmetika ilə məşhurlaşıb və əsas məsələ bu brend təbii ingrediyentlarla ekoloji və təmiz qoxulara elə bil ki daha çox önəm verir. L'Occitane çox bir məhsulları vegan məhsullarıdır. Yəni bu mənim üçün çox önəmlidir. Düzü indiki brendlər çoxdur
buna önəm vermir. Amma mən çalışdığım qədərilə vegan məhsullarına daha çox önəm verirəm. Gəldik, çıxdıq indi bu Lakstan duş gelinə. Yüngül və parlaqlıq bir teksturası var. Məncə alın. Eynən o seriyadan belə bir body losyonu da var. Növbəti məhsul isə əl kremidir. Badam seriyasından. Ümumiyyətlə badam qoxusunu çox bəyənirəm. Ümumiyyətlə badam seriyasını. Bu isə belə estetik bir əl kremi. Tək əl üçün də getmir, dırnaqlarınız üçün də gedir və çox xeyirlidir. Və əlbəttə ki, o badam seriyasından sonra bir də belə bir skin oil almaq istədim. Bu skin oil'ı bütün xarici blogerlar məsləhət görür. Mən də düşündüm ki, bunu yoxlamalıyam. Boks olmur, amma bu sırf belə sprey formatında ələ tətbiq olunur, ümumiyyətlə bədənə belə. Məncə görsənir. Bu ən sevdiyim məhsullardan ola bilər. Və hətta bu çox gec gedir. Mən tez-tez bunu istifadə edirəm. Ümumiyyətlə losyonlar haqqında danışmışkən, məncə bunları çoxunuz işlədibsiniz. Heç tərifləməyə ehtiyac yoxdur. Victoria's Secret'in bar vanilyası, yəni bunlar tək losyon kimi getmir və parfüm kimi də gedirlər. Yəni bədənə vurduqca elə bir parfümdə sıxmış olursunuz. Bu elə bunları daha özəl edən bir xüsusiyyətdir və bar vanilya bitdikcə onsuz yeniləyirəm. Bombshellı isə mən ilk dəfə yoxlayıram bu arada və onu deyə bilərəm ki, mən çox başqa təsəvvür edirdim Bombshell'ın qoxusunu. Bilmirəm, hər şey elə bil qarışıb bir-birinə. Mən çox da bəyənmədim. Bayaqlar Laksitanda qeyd etdim ki, bəzi məhsullar da vegan sayılır. Biraz vegan məhsulları haqqında danışmışkən istərdim ortaya The Body Shop'u gətirəm. The Body Shop ən birinci bəlkə də ola bilər ki, nömrə, hansı ki vegan məhsullarla məşhurdur və məndə onların 2-3 dənə misti var. Ən sevdiyim qoxu isə strawberry olan qoxudur. Ümumiyyətlə çox tez-tez vururam və çox da istifadə edirəm. 1-2 saat qalır, onu deyə bilərəm. Onsuz bodimiz çox saat qalmır, o düzdür. Amma Victoria's Secret'in sırf 2-3 qoxusu var, hansılar ki, bütün günü qalır. Amma bunların elə bir effekti yoxdur deyə bilərəm. Onun üçün də öncədən fikirləşib ala bilərsiniz bunu. Yəni əgər sırf 1-2 saatdan bir istəyirsinizsə, vurasınız bədəninizə, onu götürə bilərsiniz. Amma yox, sırf istəyirsinizsə qalıcı olsun, onda məncə Victoria's Secret. The Body Shop'da bir də belə bir dezodorant almışam. Bunun özəliyi ondadır ki, burada ximiki bir maddələr yoxdur və bu çox önəmlidir. Və bir də The Body Shop'dan belə bir brush almışdım. Ənlik üçün sırf və yəni pis deyil. Orada sonra mağazada bir belə balaca bir daraq gördüm. Çox balacadır ölçüsü. Sırf çantalıq bir daraqdır. Onun üçün almışam və xoşuma gəlir bu arada. Bu qədər göstərəcəyim və məsləhət görəcəyim məhsullar bunlar idi. Növbəti video artıq bir make-up videosu olacaq və bu videoda maksimal dəstəyinizi gözləyirəm ki, motivasiya alıb o bir videomu çəkim. Düşünürəm ki, bu video çoxlarına faydalı olar. Bəlkə buradan belə bir hansısa məhsullar var idi, hansıları ki düşünürdünüz alasınız və mənim feedbackimdən sonra bəlkə ya alarsınız ya da ki yox. Artıq o sizə bağlıdır və mən bütün səmimi fikirlərimi bildirdim bu məhsullar haqqında. Növbəti videoda da makyaj videosunda da eynən elə olacaq. Çox sağ olun ki bu videonu izlədiniz. Hər kəsə təşəkkürlər. Bye bye.